Salam, hər vaxtınız xeyir olsun müəllimlər və şagirdlər. Demək, nəyə baxacağıq? İzahda isimə. Əsas nitq hissəsi olan isimdən başlayırıq. 11 illik test toplusu birinci hissədən izahımı verəcəm. Ümumiyyətlə, isim nədir? İsim əşyanın adını bildirir, kimlə, hara suallarının birinə cavab verir, əsasən özünə məxsus xarakterlərə konkret və mücərrəd olması, tək və cəm olması, ümumi və xüsusi olması, hallanması, mənsubiyyətə görə dəyişməsi, bunlar ismi özünə məxsus xüsusiyyətləridir. İlk öncə sizə mən konkret və mücərrəd isimlə tək və cəm və ümumi və xüsusi isimlər haqqında məlumat verəcəm testin üzərində. Deməli, birinci testdə nə deyir? Deyir, mücərrəd mənalı düzəltmə isimləri müəyyən edin. Ümumiyyətlə, isimlər özü həm mücərrədliyə görə, həm də konkretliyə görə iki yerə bölünür. Mücərrəd isimlər odur ki, gözlə görülə bilmirəm, toxuna bilmirəm. Mən onu ancaq hissiyatla doya bilərəm. Məsələn, yuxu ola bilər, sevgi ola bilər və s. Konkretlər isə mən toxuna bilirəm, o mənə toxunur. Məsələn, ola bilər hava, kitab, insan, dəftər, qələm, çanta. Bunlar hamısı konkret isimlərdir. İndi mənə deyir ki, mücərrəd olsun, amma düzəltmə olsun. Düzəltmə də nədir? Leksik şəkilçinin köməkliyi ilə yaranan sözlərə deyilir. Yeni söz yaranmalıdır. Soyumaqdan, soyutmaq, soyuma. Sonra dondurma, dondurmanı mən konkretli görə bilirəm. Süzmə də həmçinin. Daradan, daramaqdan daraq. O artıq konkret isimdir. Mən darağa toxuna bilirəm. Gözəldən gözəllik, qavramaqdan qavrayış, üzməkdən üzüntü. Bunlar isimdir. Gözəllik nə qavrayış, nə üzüntü, nə isimdir. Ancaq baxıram ki, leksik şəkilçilərin köməkliyi ilə nə yaradır? Mücərrəd isimlər. Deməli, doğru variantım olacaq C variantı. 2-də nə deyir? Hansı cərgədə sözlər toplu isimlərdir? Toplu isimlərdə hansıdır? Tərkibində cəmlik olan sürü, ilxı, batalyon, əhali, xalq, bunlar toplu isimlər sayılır. Dəniz, çay tək isimlərdir. Əhali burada toplu isimdir, amma respublika xeyir. Qoşun, alay elə toplu isim olacaq bu. Meşə tək isimdir. Üzümlük tək isim sayılır. Meşənin toplu isim kimi bəzən uşaqlar qəbul edir. Niyə? İçərisində deyir, müəllim, çoxlu ağaclar var axı. Xeyr, bu meşə tək isim sayılır, yəni toplu isim sayılmır. Şəhər də, kənd də tək isimdir. Doğru variant oldu qoşun və alay. Mücərrəd mənalı düzəltmə isimləri müəyyən edin. Eyni ilə birinci sualdakı olan tapşırıq kimi mücərrəd mənalı düzəltmə isimləri soruşur. Baxaq görə gurultu, əkdən əkinçi. Düzəltmə isim olmağına düzəltmə isimdir. Ortalıq, əkinçi, gurultulu, düzəltmə olaraq əkinçi düzəltmə isimdir. Ortaqlıq düzəltmə isimdir. Gurultulu düzəltmə sifətdir. Ancaq məndən deyir ki, mücərrəd olsun və düzəltmə isimlər olsun. Bu sifətdir. Bunlar ikisi isimdir. Mücərrəd də, əkinçi də mücərrəd ola bilməz. Əkinçi insandır, görürsən. Qavramaqdan qavrayış, insandan insanlıq, duymaqdan duyğu. Deməli ilə doğru variantım olacaq B variantı. Çünki sadə isimdən qavramaqdan feildən isim yaradıb, insandan insan anlayışı yaradıb, insandan insanlıq, duymaqdan da duyğu feildən isim yaradıb. Yəni, mücərrəd isimdir. Bir şey ki, görmürəm mən onu, ancaq hiss eləyə bilərəm. Doğru variant B variantı. 4-də nə deyir? Deyir, cümlələrin birində toplu isim işlənmişdir. Sürü yaylağa qalxdı. Elə burada sürü yaylağa qalxdı. Sürü qoyunun çoxlu olan toplusuna deyirlər. Oldu A variantı. 5-də nə deyir? Hansı cümlədə toplu isim işlənmə? Sürü dağın döşünə yayılıb otlayır. Burada sürü var. İlxı dağlara üz tutdu. Burada ilxı var. Nə? At sürüsü, at toplusuna deyirlər. Cəmaət azadlıq meydanına yığışdı. Cəmaət var toplu isim olaraq. Digər tərəfdə meşələr də insandan mərhəmət umur. Nə edir? Mərhəmət umur. Nə meşələr? Meşələr tək isimdir. Elə variantım olacaq D variantı.
Sonra digərində baxıram ki, ordu var, çox toplu isimdir. 6-da nə deyir? Deyir, hansı cümlə ümumi isimlə başlayır? Ümumi isimlər nə idi? Kiçik hərflə yazılırdı və ümumi isimlərin də özünə məxsus qaydası var və belə ümumi isimləri necə adlandırılır? Eyni cinsli varlıqların, əşyaların, anlayışların hamısına verilən ümumi adlara ümumi isim deyilir. Məsələn, heyvan, insan, quş, bitki, bunlar ümumi isim sayılır. Sonra bölgüsünə görə, adların bölgüsünə görə xüsusi isimlərə bölünürlər, ad bölgüsünə görə. Nə deyir? Ümumi isimlə başlayıb, ümumi isimlə başlayana baxa. Deyir ki, Sarayevo'da olimpiyada keçirilmişdir. Buradakı xüsusi isimdir. Şəhər adından söhbət gedir. Saranın qiymətləri qənaət bəxşdir. Burada da insan mənasında xüsusi isim. Saraya fəxri təqaüd verildi. İnsan adından söhbət gedir. Saraya qəsəbə statusu verildi. Saraya qəsəbə statusu. Saray qəsəbəsindən söhbət gedir. Saraya təzə avadanlıqlar alındı. Bu artıq ümumi isimdən söhbət getmiş olur. Mücərrəd məna bildirən düzəltmə isimlərin cərgəsini müəyyənləşdirin. Deyir, ağıl, bu sadə isimdir. Gürultu sadə isimdir. Başdan başçı, biz onu görə bilərik. Bizdə düzəltmə olmanı düzəltmədən başçını, əkincini görürsən. Arzu mücərrəd isimdir. Xəyal, amma ki düzəltmə deyil. Sevməkdən sevgi nə? Yaxşıdan yaxşılıq nə? Anlamaqdan anlayış nə? Şaddan şadlıq nə? Bu da mücərrəd mənalı isimlərdən düzələn, mücərrəd mənalı bildirən düzəltmə isimlərdir. Y variantı. 8-də də nə istəyir bizdən? Deyir, mücərrəd mənalı isimləri müəyyən edin. Mücərrəd mənalı, artıq burada quruluşun yox, sadəcə mücərrəd mənalı isimlər. Fikir, elə biri fikirdir, bir də var anlayış. Çünki mən onları görüb toxuna bilmirəm. Biri var çoxluq, bir də var sevgi. Oldu 1 və 2 elə variant B variantı. 9-da nə deyir? Mücərrəd mənalı isimləri göstər. İsimlərdən söhbət gedir. Yaxşılıq, meşəlik. Mücərrəd mənalı isimlərdən söhbət gedir. Yaxşılıq, meşəlik. Meşəlik mücərrəd deyil artıq. Sən onu görə bilərsən, meşəliyi. Yaxşılığı götürmək olar. Sonra yataqdan yataq, sən yatağı görə bilərsən, toxuna bilərsən. Sonra bilik, duyğu, yuxu, xəyal, xalamgil, çətir. Çətiri də görürsən, xalamgili də görə bilərsən. Xalamgilə gedək, xalasını görmüş olar. 3-4 oldu B variantı. Onda isimlərdən biri həm konkret, həm də mücərrəd mənalı ifadə edə bilər. Həm konkret, həm də mücərrəd. El olacaq C variantı. Niyə? Məsələn, atalıq, analıq, sonra hava, gün. Bunları biz həm konkret, həm də mücərrəd kimi düşünə bilərik. Məsələn, atalıq. Deyirsən ki, onun atalıq hissi mənə xoş təsirat bağışladı. Bu hissdən söhbət gedir. Bir də deyirsən ki, onun atalığını görürüm. Yəni, ögey mənasında, ögey atası. Mücərrəd mənalı düzəltmə isimlərin cərgəsini müəyyənləşdir. Mücərrəd mənalı düzəltmə isimlərin yormaqdan yorğun, yorğunluq, boşdan boşluq, üzdən üzüntü. Deməli, elə doğru variantın bu olacaq. Yorğunluq nə, boşluq nə, üzüntü nə. Sonra gəldik. Deyir ki, mücərrəd mənalı düzəltmə isimlər cərgəsini müəyyən edin. Mücərrəd mənalı düzəltmə isimlər cərgəsini. Məna sadədir, duyğusuz sifətdir. Götürmürük bunu. Boldan bolluq, yuxudan yuxulu artıq düzəltmədir. Duymaqdan duyum. Güvənməkdən güvənc, üzümçülük, üzüm, sözün üzümçülük artıq düzəltmə, mücərrəd məna, üzümçülük mücərrəd götürülür. Deməli, duyum nə, güvənc nə, üzümçülük, düzəltmə, söz.
Deməli, D variantı. 13-də nə deyir? Deyir ki, mücərrəd mənalı ismi müəyyən edin. Mücərrəd mənalı isimdən söhbət gedir. Miskər. Bu mücərrəd deyil, miskər. İnsandır, görə bilərsən. Ələk, həmçinin görürsən. Xətkeşdir, həmçinin görürsən. Niskildir, həmçinin niskil. Baxım görüm, deyir ki, niskil, bəli. Mücərrəd mənalı niskil. Niskili görə bilmərsən. Satıcını da həmçinin görürsən, D variantı. Toplu isimləri müəyyən edin. Çiçək tək isim sayılır. Camaat toplu isim sayılır. Yoldaşlıq tək isim sayılır. Naxır heyvanların çox olduğu yer toplu isimdir. Təpə tək isim sayılır. Göl tək isim sayılır. Millət toplu sayılır. Torpaq təkdir. Kol da təkdir. Deməli, nə oldu? 7, 4, bir də 2 oldu A variantı. Sonra gəldik ismin quruluşca növü. İsmin quruluşca bütün əsas nitq hissələrində olduğu kimi sözlərin quruluşa görə 3 yerə bölünür. Sadə, düzəltmə, mürəkkəb. Həmçinin isimlərdə də var. İndi ismin quruluşca növlərinin izahına keçək. Deyir ki, ismin quruluşca növləri hansı cümlələrdə feildən düzəlmiş isim işlənmişdir? Hansı nitq hissəsindən düzəlib, hansı nitq hissəsindən yaranıb dedikdə, məsələn, biz burada mən güldəki, bir də güldan, çox gözəl xəttim var. Necə gözəl xəttim var. Özüm də hayl-mayl oluram. Güldandakı. Güldandakı. Əvvəlkinə heç bir şey fərqlənmədi, yəni xətt cəhətdən. Aha, yəni fikrimi izah eləmək istəyirəm. İlk öncə bu tipli test düşsə nə edirsiniz? Tərkibinə görə sözü təhlil edilir. Gül, güldəki, bir də gül, güldən güldan, güldandakı. İndi mənə düşsə ki, güldəki ilə güldandakı hansı nitq hissəsindən yaranıb və yaxud düzəlib, nə edəcəm? Əgər sözdə bir dənə leksik şəkilçi varsa, mən sözün kökünə baxacam. Yox, bir neçə leksik şəkilçi varsa, sonuncu, məsələn, leksik şəkilçini saymayacaq dərəcədə ondan önə baxıram. İndi baxırıq, güldəki sözü sifətdir. Hansı nitq hissəsindən yaranıb? İsimdən yaranıb. İsimdən. Güldandakı da sifətdir. Bu da güldan nə? Yenə isimdən yaranıb. Yəni, belə şeylərə diqqətli olun. Yəni, siz baxın, görün, sizdən nə istəyir? Gəldik. Deyir ki, burada, dünən yeni sərgiyə baxış keçirildi. İndi sərgi. Sərgi nə? İsimdir. İndi görək hansı nitq hissəsindən düzəlib? Sərməkdən, sərgi, sərgiyə. Bir dənə leksik şəkilçi var, dərin kökünə baxıram. Sərmək feilindən isim yaranıb. Deməli, biri bu. Sonra digər tərəfə baxaq. Göyərti insanlar üçün faydalıdır. Göyərti insanlar üçün faydalıdır. Göyərti nə? İsmin budur. Göydən, göyərmək, göyərti. İndi nə edəcəm? 2 leksik şəkilçi var, kökə baxıram. Birinci leksik şəkilçiyə baxıram. Göyərmək feilindən göyərti yarandı. Əməkdaşlar salona toplaşdılar. Əməkdaş isimdir. Əməkdən, əməkdaş kim? İsimdən isim yaradıb burada. Müfəttiş dəftərçəyə qeydlər apardı. Müfəttiş kim? Sadə isimdir. Dəftər, dəftərçə, dəftərçəyə. İndi bir leksik şəkilçi var, kökə baxıram. Dəftər nə? Dəftərçə nə? İsimdən isim yaradıb. Sonra vurğu fonetik hadisədir. İndi baxaq görək. Vurğu nə fonetik hadisədir? Vurğu. Sözün kökünə baxıram. Vurmaqdan, vurğu.
Bir dənə leksik şəkilçi var. Dən kökə baxıram. Vurmaqdan vurğu. Nə oldu? 1, 2, 5. Oldu C variantı. Feildən düzəlmiş ismi müəyyən edin. Eyni ilə birincinin təkrarı. Sancı, sancmaqdan sancı. Nə oldu? Sancmaq feilindən sancı yarandı. Deməli oldu A variantı. Sifətdən düzəlmiş isimləri müəyyənləşdirin. Sifətdən düzəlmiş isimlər. Dərzilik. Dərzi sözün kökü dərzilik. İsimdən dərzi. Nə? Dərzilik. Nə? İsimdən isim düzəldi. Bu variantı heç baxmıram. Yüzdən yüzlük. Yüz saydan düzəlmiş isimdir. Dostdan dostluq. İsimdən düzəlmiş artıq isimdir. Birdən birlik saydan düzəlmiş isimdir. Şad necə şadlıq isim yaranıb. Təmiz necə təmizlik isim yaranıb. Zəif sifət, zəiflik isim yaradıb. Oldu nə? D variantı. Sonra D nə idi? Y variantı. 4-də nə deyir? 4-də deyir ki, feil köklərinə artırılan q, ki, qu, kü şəkilçisi hansı nitq hissəsinə əmələ gətirər? Hansı nitq hissəsi əmələ gətirə bilər? Hansı nitq hissəsi yarada bilər? Məsələn, sözdən götürək, asmaqdan asqı. Nə? Və yaxud verə bilək, pusmaqdan pusqu. Nə? Deməli, nə yaratdı? İsim. A variantı. Gəldik, isimdən düzələn isimləri göstər. İsimdən düzələn isimlərdən söhbət gedir. Süzgəc. Süzməkdən süzgəc. Bu feildən yaranmış isimdir. Dağlıq. Dağdan dağlı. Döşəkcə. Döşəməkdən döşək, döşəkcə. Dağdan dağlıq. İsim yaratdı. Döşədən də döşək, döşəkcə. Bir dənə iki leksi şəkilçi olduğuna görə döşək sözünə baxıram. Oldu nə? Döşəmək feildir. Döşəməkdən də döşək isim yaranıb. İsimdən də isim. Elə B variantı olacaq. Feildən düzələn isimlər cərgəsini göstər. Feildən düzələn isimlər cərgəsini. Dağıntı sadədir. Heç baxmağa dəyməz bura. Dağıntı sadə. Vurğunluq. Vurmaqdan vurğun, vurğunluq. Feildən düzəlmiş isim. Vurğun. Bu sifətdən düzəlmiş feil oldu. Sifətdən düzəlmiş isim. Qaçmaqdan qaçqın, qaçqınlıq. Qaçqın. Qaçqın, qaçmaq feildir. Qaçmaqdan qaçqın. Kim? İsimdən isim yaradıb. Sonra yaraşıq. Yaramaqdan yaraşıq. Yaramaqdan yaraşmaq, yaraşıq. Gəzməkdən gəzinti. İndi yaraşmaqdan yaraşıq. Nə yaratdı bu? Feildən isim yaratdı. Gəzməkdən də gəzinti, feildən isim yaratdı. D variantı. Feildən düzələn isimlərin cərgəsini müəyyən et. Feildən düzəlmiş isimlərin cərgəsini. Güldən güllük, isimdən isim yaradıb. Qorxu. Qorxdan qorxu, feildən isim yaradıb. Sonra feildən yaranmış isim. Döşədən döşək, döşəkcə. Artıq burada döşək sözü qaydanı pozur. Niyə? Döşək isimindən döşəkcə ismi yaranıb. Oxudan oxucu, oxumaqdan oxucu, ovdan ovçu. Bu isimdən isim yaradandır. Ona görə bu qaydanı ödəmir. Hörməkdən hörgü, nə? Çıxmaqdan çıxış, nə? Oldu nə? D variantı. 8-də. Deyir ki, məntiqi ardıcılığı göstər. Sərtdən sərtlik, pərişan, pərişanlıq, gəncdən gənclik. Deməli, bu kökləri sifətdir. Sifətdən isim yaranıb. Deməli, bizə sifətdən isim yaradan şəkilçi lazımdır, söz lazımdır.
Bədii necə? Bədiilik elə A variantıdır. Kişidən kişi, kişilik, isimdən isim yaradıb. Güldən güllük, isimdən isim yaradıb. Beşdən beşlik, saydan isim yaradıb. Gündən günlük, saydan isimdən isim yaradıb. Oldu A variantı. 9-da nə deyir? 9-da deyir ki, klasteri tamamlayın. Boyaqçı və qoruqçu. Boyadan, boyaq, boyaqçı, qorudan, qoruq, qoruqçu. Düzəltmə isimdir. Kökləri eyni diksiyasıdır. Bəli, boya nə? Qoru, boyamaq. Bir də qorumaq feildir. Bəli, kökləri eyni diksiyasıdır. İsimdən düzəlmiş isimlərdir. Baxaq görək, isimdən düzəlmiş. Bəli, hərəsinin kökündə iki leksik şəkilçi var deyən. Mən boyaq nə, boyaq, qoruq nə sözlərinə baxmalıyam. Feildən feil yaradıb. Feildən feil nə idi? Boyamaq, qorumaq feildir. Feildən isim yaradıb. Boyaq nə, qoruq nə. Təzədən isimdən də isim yaradıb. Boyaqdan da boyaqçı kim, qoruqçu kim. Elə A variantı olacaq. Feildən düzəlmiş isimləri göstərək. Feildən düzəlmiş isimlərdən söhbət gedirsə bizdən, bir baxaq görək. Feildən düzəlmiş cızmaqdan, cızmaqdan cızıq, nə? Elə biri bu. Artıq, bu bütöv sadə sözdür. Qorumaqdan qoruq, nə? Sonra yozmaqdan yozum, nə? Sonra sönməkdən sönük. Sönməkdən sönük. Necə bu sifət yaradıb? Parlamaqdan parlaq feildən sifət yaradıb. Oldu 1, 3, 4. Feildən düzəlmiş isimləri müəyyənləşdirin. Feildən düzəlmiş isimlər. Tapşırmaqdan tapşırıq. Sonra yanmaqdan yanğın. Sonra feildən düzəlmir. Bir budur, bir bu. Üzməkdən üzlük. Yox. Deyən. Alçaqlıq. Alçaq. Necə? Alçaqlıq. Başdan başlıq. Dözdən dözüm. O olacaq nə? 1, 2 və 6. 1, 2 və 6. Sonra feildən düzələn isimləri göstərdir. Feildən düzəlmiş isimlər. Daramaqdan daraq, nə? Sönməkdən sönük, bu sifət yaratdı. Qurmaqdan qurğu, nə? Basmaqdan basqın, nə? Basmaqdan basqın. Oldu nə? 1, 3 və 4. Düzəltmə isimləri göstərin. Düzəltmə isimlər. Bilək. Düzəltmə isimlər. Bilək. Nə? Sadədir. Sonra döşəməkdən döşək. Nə? Sonra öskürək. Öskür. Ürməkdən, öskürməkdən öskürək. Sonra ələk, əldən ələ, ələk. Qorxaq, qorxdan, qorxaq, bu sifət yaradıb. Ürkdən, ürkək. Düzəltmə sifətdir. Dayanmaqdan, dayaq oldu isim. Nə oldu? 2, 3, 4, bir də 7. 14-də nə deyir? Deyir, düzəltmə isimləri müəyyən edin. Düzəltmə isimlərdən söhbət gedirsə, yığıncaq, yığmaqdan, yığmaqdan, yığıncaq, düzəltmə. Əldən, əlcək, düzəltmə. Utanmaqdan, utanmaqdan utancaq sifət yaratdı. Oyuncaq, oyundan oyuncaq. Bir bu, bir bu, bir bu. Yeldən, yellənmək, yelin çək. Bir də 5. Oldu nə? 1,
2, 4 və 5. Sonra gəldik 15-də. 15-də nə deyir? Deyir, hansı isimlər kökü feil olsa da feildən düzəlməyib. Kökü feil, hansı isimlər kökü feil olsa da feildən düzəlməyib. İlk öncə nə edəcəm? Tərkibinə görə təhlilinə baxacam. Deyincənlikdir sözün kökü. D-dən deyinmək, deyincən, deyincənlik. Deyir ki, bizə hansı isimlərin kökü feil olsa da feildən düzəlmir. Bəli, demək feildir. Ancaq bir neçə leksi şəkilçi var deyən, sonuncu leksini saxlamaqla onun önünə baxıram. Deyincən sifətdən yaranmış isimdir. Biri bu. Sonra görünüş, görməkdən görünmək, görünüş, görünməkdən, deməli sözün kökü görməkdir. Görməkdən də görünmək yenə feil yarandı. Feildən də isim yaratdı. Bizə deyir ki, feildən yaranmayıb. Bu feildən yaranmış isimdir. Buna dəymirik. Sonra döyüşçü. Döy sözün kökü. Döydən döyüş, döyüşçü. Döyüş sözünə baxıram. Kökü döymək feildir. Döyüş isə isimdir. İsimdən də yaranmış isimdir. Birində bunu götürürük. Sürücülük. Sür sözün kökü. Sürdən sürücü. Sürücü. Sürdən sürücü, sürücülük. Deməli, sürmək feildir. Sürücü isimdir. Sürücüdən də sürücülük yaranıb yenə isim. Deməli, nə oldu bu? Oldu 1, 3 və 4. Hansı cümlələrdə ardıcıl olaraq quruluşca sadə, düzəltmə, mürəkkəb isimlər işlənib, ardıcılıqdan söhbət gedirsə, bu sözdən sonra döşəkçələri düzdü və qohum qardaşa əyləşməyə təklif etdi. Söz, düzəltmə, isim. Bu sadə. Sonra döşəkçələr, döşədən, döşək, döşəkçə. Düzəltmə, düzdür və qohum qardaşa, qohum qardaş isə mürəkkəb isimdir. Bir bu. Sonra digəri, eyvanda oturub əlcək toxuya-toxuya bu get, gəl barədə düşünürdü. Eyvan sadədir, isim. Əldən əlcək, düzəltmədir. Toxuya-toxuya nə tərzdə? Bu tərz hərəkət səhvlidir. Bu get, gəl barəsində fikirləşirdi. Toxuya-toxuya, daha doğrusu feili bağlamadı. Deyən görək. Get, gəl. Nə barəsində düşünürdü? Bir də mürəkkəb oldu. İsim. Sonra quyu qazıldıqca mədənçilər daha da həvəslənir. Can başla çalışırdılar. Quyu sadədir. Mədənlə mədənçi düzəltmədir. Daha da həvəslənir. Can başla çalışırlar. Nə tərzdə? Bu tərzə hərəkət zərfi idi. Quruluşca mürəkkəb tərz hərəkət zərfi idi. Göydə parlaq ay nur saçır. Dənizdə isə gümüşü dalğacıqlar bərk vururdu. Göy sadədir, isim. Parlaq sifətdir, ay nur saçırdı. Ay sadədir, nur saçırdı. Dəniz sadədir, gümüşdən gümüşü dalğıcılar. Buna baxmırıq. Dalğacıqlar. Dalğadan da dalğacıq. Burada mürəkkəblə isim görmürəm. Qoca əli ilə qənddanı itələdi və bəzəkli vazdakı noğul nabatı bir neçəsini götürdü. Əli, sadə, əl, qətdandan qətdan, qənddən qətdan, bəzədən bəzək, bəzəkli. Bu düzəltmə sifətdir. Bu baxın, bəzəkli. Vazadakı, vazada, vazdan, vazadakı. Vazadakı. Yox, vazadakı hansı sifətdir bu? Bu da sifətdir. Qənddən, qəddan. Elə biri budur, düzəltmə isim. Bu isim sadədir. Noğul nabatdan mürəkkəb isimdir. Oldu 1, 2 və 5. Deməli, hansı cümlədə ardıcıl olaraq sadə, düzəltmə, mürəkkəb isimlərdən söhbət gedir? Baxdıq.
Sazdan pərdə-pərdə süzülən çalğı dağ dərəni bürüdü. Saz sadə, pərdə-pərdə süzməkdən süzülən çalmaqdan çalğı, dağ dərə mürəkkəb. Biri budur. Sonra dağın ətəyindəki çəmənlikdə bitən çoban yastıqları göz oxşayırdı. Dağ sadədir, çəməndən çəmənlik düzəltmədir. Çoban yastığı isə mürəkkəb isimdir. Oldu 1, 2, digərinə baxaq. 3-ə. Əli Səfa toya ən yaxın qohum qardaş, dost tanışını çağırdı. Əli Səfa mürəkkəb isimdir, mürəkkəb ad. Toy sadədir, qohum qardaş mürəkkəbdir, dost tanış da mürəkkəbdir. Burada düzəltmə yoxdur. Mürəkkəb və sadə söz var, isim var. Mədəniyyət sarayı yeni tikilən kitabxana ilə yan-yana idi. Yan-yana idi. Mədəniyyət düzəltmədir. Saray sadədir. Yan-yana nə tərzdə? Burada mürəkkəb isim yoxdur. Kitabdan da kitabxana düzəltmədir. Alı dəmirçixananın qabağında dost tanışı ilə söhbət edirdi. Alı sadədir. Dəmirdən dəmirçixana sadədir. Xananın sadədir. Sərgəli eləyək. Dəmirdən dəmirçixananın düzəltmədir. Qabağında dost tanışla mürəkkəbdir. Elə biri də oldu nə? 1, 2 və 5. Sonra tərkibində həm sadə, həm də düzəltmə söz olan isimləri soruşursan, sadə, düzəltmə, mürəkkəb. İsim işlənmiş cümlənin müəyyənləş tərkibində. Bayaqçılar nə idi? Bayaqçılar ardıcıl olaraq soruşur. Burada isə artıq fərqi yoxdur, ardıcıllıq falan. Getdik. Hazır cavab adam söz tapmaqda çətinlik çəkirdi. Sadə isim var, amma hazır cavab sifətdir. Mürəkkəb sifətdir. Çətinlik çəkməz. Münəvvər mülayim təbiəti, canyananlığı və hamıya Münəvvər mülayim təbiəti, canyananlığı, Münəvvərin mülayim təbiəti, canyananlığı onu hamıya sevdirirdi. Münəvvər sadə isimdir, mülayim təbiəti, canyananlığı mürəkkəb isimdir. Həm sadə, həm mürəkkəb. Sadə düzəltmək istəmirmiş. Sadəcə isim, sadə və mürəkkəb isimdən söhbət gedir. Meşənin sonunda çır-çırpıdan ocaq qalayıb göbələk bişirdilər. Meşə sadədir, çır-çırpı mürəkkəbdir, ocaq sadədir, göbələk sadədir. Bir də bu. Uşaqlar meşəbəyini axtarmağa başlar. Uşaqlar sadədir, meşəbəyi mürəkkəbdir. İsim oldu bu. Ana həsrətli və mehriban baxışlarını oğlunun üzündən ayırmırdı. Ana sadədir, mürəkkəb isim yoxdur. 2, 3 və 4. 19-da nə deyir? 19-da da tərkibində adlı halda, sadə, təsirli halda düzəltmə isim işləndiyi cümlələri müəyyənləşdirir. Deyir ki, adlı hal sadə olsun, təsirli hal isə düzəltmə olsun. Baxaq görək. Baxaq. Deyir fəhlələr məsələnin çətinliyini anlasalar da işləməkdən qətiyyən qorxmurdular. İndi işləməkdən qorxmurdular. Fəhlələr məsələnin çətinliyi. Fəhlələr adlı halda olan sadə isimdir. Çətinliyini anlasalar da işləməkdən qətiyyən qorxmurlar. Qəti sözün kökü, yəni anlamaqdan, çətinliyini, çətindən, çətinlik, çətinliyini. Çətinlik isimdir. Təsirli halda
deyə buradakı da I, I, U, Ü təsiri halın şəkilçisi. Niyə onun təsiri hal kimi düşündük? Çünki yadınıza saxlayın. Təsiri adətən hərəkətə bağlı olur. Anlamaq da feil olduğuna görə, və burada gəlmiş I, I, U, Ü təsiri halın şəkilçisi kimi qəbul olunur. 19-da birinci, sonra digərlərinə baxaq. Deyir ki, Mübariz İbrahimovun igidliyi əsgərlərimizin döyüş ruhunu daha da gücləndirdi. Mübariz İbrahimovun igidliyi. Mübariz İbrahimovun sözündəki bu yiyəlikdir. İgiddən igidlik, igidliyi. Adlı xal kimi düşünə bilərəm. Amma düzəltmədir. İgiddən igidlik düzəltmədir. Adlı xal kimi düşünə bilərik, ancaq ki, düzəltmə sözdür. Bizdən sadə söz deyir. Uşaq atasının əlində dondurma görən kimi sevindi. Uşaq atasının əlində dondurma görən kimi. İndi uşaq sadə sözdür, sadə isimdir və adlı xaldadır. Uşaq atasının əlində dondurmanı görən kimi, dondur sözün kökü, donmaqdan dondurma. Dondurma sadə sözdür. Sadə söz nə idi? Düzəltmədir. Düzəltmə olmağına düzəltmədir. Və burada qeyri-müəyyən təsirli haldadır. Mən onu özüm bərpa edirəm. Dondurmanı görən kimi sevindi. Düzəltmə olmağına düzəltmə isimdir. Ancaq şəkilçini özüm bərpa edirəm. Birini də buradan götürürük. 19-un üçüncüsü 1, 3. Digər variantda da baxaq. Deyək ki, Asif düşündüklərini müdiriyyətlə məsləhətləşdikdən sonra işə başladı. Asif düşündüklərini müdiriyyətlə məsləhətləşdikdən sonra işə başladı. Asif var, adlı xalda isim, sadə isim var. Düşündüklərini müdiriyyətlə məsləhətləşdi. Düşünməkdən düşündükləri, onun düşündüklərini. Təsiri halda söz var. Düşünməkdən düşündük. Var təsiri halda söz. Düzəltmə, baxaq görək. Düşünmək. Sonra Asif adlı xalda olan sadə isimdir. Amma ki, düşündükləri düzəltmə deyil. Təsirliyi var, amma mənsubiyyət şəkilçisi təsirlikdə deyil. Təsirlik şəkilçisi var, amma sadə deyil. Düşündüklərini, isim deyil, düşündükləri, feili sifətdir. Sonra qardaşı şəhərdən qaydanda Selcana böyük bir sandıqca almışdı. Qardaşı sadə isimdir və adlı xaldadır. Şəhərdən qaydanda Selcana böyük bir sandıqcanı. Sandıq sözün kökü sandıqca düzəltmə isimdir. Düzəltmə isimdir, sandıqcanı. Özüm bərpa elədim. Qeyri-müəyyən təsiri hal şəkilçisi var üstündə. Bu da oldu. Doğru cavabın biri 1, 3 və 5. Sonra 20-də nə deyir? 20-də deyir ki, hansı cümlələrdə ismin quruluşca hər üç növünə aid söz var. Yəni, sadə, düzəltmə, mürəkkəb isimlərdən söhbət gedir. Yaxınlıqdakı Günəbaxan tarlası ətrafa xüsusi gözəllik verirdi. Yaxınlıqdakı bu düzəltmə sifətdir. Yaxından yaxınlıq, yaxınlıqdakı. Günəbaxan isimdir mürəkkəb, tarlası isimdir, sadədir. Gözəldən də gözəllik, düzəltmə isimdir. Sonra digər dağıntının altında, dağıntı sadədir, altında qalmış maşın sadədir, toz torpaqdan mürəkkəbdir, görünməz olmuşdu, sadə və mürəkkəb isim var burada. Ərşad üç atılanı çiyninə keçirib, atın belinə qalxaraq qamışlığa tərəf çapdı. Ərşad sadədir, üç atılan mürəkkəbdir, çiyninə sadədir, atı sadədir, belinə sadədir, qamışdan qamışlıq düzəltmə. Biri də budur.
Yoldan yolçu düzəltmə, kolkos mürəkkəb, daşlar sadə, sonra kölgəli, qaranlı yerlərə nəzər salaraq irəlilədi. Deməli, sadəm var, düzəltməm var, mürəkkəbim də var. Oldu nə? 1, 3 və 4. Tərkibində adlıq halda sadə, təsiri halda isə düzəltmə isimlərinin işləndiyi cümləni göstər. İsimlərin işləndiyi cümlədən söhbət gedir. Yaşıdlarının arasından seçilən anar hamının sevimlisi idi. Yaşıdlarının arasında seçilən anar. Anar adlıq halda olan isimdir, sadədir. Ancaq mən burada təsiri halda düzəltmə söz görmürəm. Sonra o nəhəng qara buludu görürsənmi? Özü ilə mütləq çovğun gətirəcək. O bulud, buluddan buludu görürsənmi? Buludu bu burada təsiri haldır. Ancaq sadə sözdür. Mənə də deyir ki, təsiri hal düzəltmə olsun. Görürsənmi? Özü ilə mütləq çovğun. Çovğun da sadə sözdür. Çovğunu gətirəcək. Sadə təsiri halda olan sözdür. Təsiri halda olan sadə isimdir. Qız əlindəki iri bağlamanı yerə qoyub, sevincək bacısını qucaqladı. Qız sadə isimdir və adlıq haldadır. İri bağlamanı, bağlamadan bağlamanı, adlıq hal kimi, bağdan bağlama, yerə qoyub sevincək. Elə bunu da bağdan bağlama. Bu olacaq da elə bağladan bağlama, bağlamanı. Qız sadə sözdür, adlıq haldadır. Bağlamanı isə təsiri halda düzəltmə isimdir. Biri bu. Bayram günlərində insanlar dostu, tanışı ziyarət edir. Bayram sadədir. Bayram günləri. Bayram günləri bu qeyri-müəyyən yiyəlikdədir. Günləri mənsubiyyə şəkilçisi qəbul etmiş, mənsubiyyə şəkilçisində biz adlıq hal kimi qəbul edirik. Bir budur sadəsi. İnsanlar dostu, tanışı ziyarət edir. Bir də dostu, insanlardır, günlərdir. Sadə isim, adlıq halda. Dostu, tanışı ziyarət edirlər. Buradakilər təsiri haldadır. Daha doğrusu tanımaqdan dostu sadədir. Bizdən düzəltmə təsiri halda sözdür. Dostu da insanlar dostu, tanışı. Tanımaqdan tanış. Düzəltmə tanışını, dostunu, tanışını ziyarət edirlər. Özüm bərpa etdim. Qeyri-müəyyən təsiri haldadır. Amma düzəltmədir. Mühəndislər qazıntının həyata keçirən işçiləri tezliklə oradan uzaqlaşdırdı. Mühəndislər qazıntını həyata keçirən işçiləri tezliklə oradan uzaqlaşdırdılar. Mühəndislər sadə isimdir. Qazıntını həyata keçirən, qazmaqdan, qazıntını düzəltmə isimdir. Təsiri haldadır. Oldu 5. Nə oldu? 3, 4 və 5. 22-ci testdə nə deyir? Deyir ki, hansı cümlədə sadə, düzəltmə və mürəkkəb isimlər işlənmişdir? Baxaq, azadlıq anadır, dünya işıqdır, göydələnlər şəhərə bir yaraşıqdır. Deməli, sadə. Azaddan, azadlıq nə? Bu düzəltmə. Ana sadə, dünya sadə, dünya işıqdır, sadə isim. Göydələnlər şəhərə bir yaraşıqdır. Göydələnlər şəhərə bir yaraşıqdır. Göydələn. Oldu nə? Mürəkkəb isim. Göydələn. Sonra
Bugün şadlığımı çalsın, çağırsın. Bülbülün mahnısı, qurbanın tarı. Deməli, bugün şadlığımı çalsın, çağırsın. Şadlıqdan şadlıq düzəltmə isim var. Çalsın, bülbülün mahnısı, qurbanın tarı. Bülbülün mahnısı, sonra bülbülün mahnısı. Bunlar sadə isimlərdir. Qurbanın tarı sadə isimlərdir. Sonra bir gözəldir bu Qarabağda. Bu Qarabağ. Təbiətin qucağında, gözəlliyin, məhəbbətin ən səfalı bir çağında. Bir gözəldir bu Qarabağ. Qarabağ mürəkkəb isimdir. Təbiətin sadədir. Qucamaqdan qucağı düzəltmə isimdir. Gözəlliyin, məhəbbətin, gözəllik düzəltmə isimdir. Məhəbbətin sadə isimdir. Ən səfalı bir çağındır. Birində bu götürək. Bu, 1, 3. Saatları kim yaratdı? Ne için yarattı? Bu ölçüye kim dünyada murada çatdı? Bu ölçüyle kim dünyada murada çatdı? Saatlar sadədir. Sonra ne için yarattı? Bu ölçüyle kim dünyada murada çatdı? Ölçüdən ölçü ilə düzəltmə isimdir. Kim dünyada, dünya sadə isimdir, murada çatdı. Oldu 1 və 3. Uyğunluğu müəyyənləşdirin. Uyğunluğu müəyyənləşdirin. 1-2, 1-2-yə əsasən müxtəlif mənalı sözlərin birləşməsindən əmələ gəlib, müxtəlif mənalı sözlərin birləşməsindən əmələ gəlmiş yolu ilə yaranan mürəkkəb isimlərin işləndiyi cümlə. Baxın, müğənninin gözəl səsi ilə 3 telli durna mahnısı oxuyurdu. Müğənni gözəl səsi ilə 3 telli durna mahnısını oxuyurdu. Sadə və düzəltmə sözlərin birləşməsi yolu ilə yaranan mürəkkəb sifətdən istifadə olunmuşdur. Mürəkkəb sifətdən istifadə olunmuşsa budur da elə 3 teldən telli durna. Bu gedəcək bura. Sonra baxaq görək. Həyətdəki növbənöv güllərin iyindən bihuş olmuşduq. Həyətdəki düzəltmə sifətdir. Növbənöv isim deyil. Növbənöv necə sifətdir. Güllərin sadədir. İyindən bihuş olmuşduq. Bihuş olmaq da feildir. İyindən də sadədir. Sadə isimdir. Yeni müdürümüz sadə, açıq ürəkli adamdır. Yeni və açıq ürəkli. Hər iki tərəfi düzəltmə sözlə yaranmış bu mürəkkəb sifətdir. Nənə kəklik otu çayından içir, söhbətindən də qalmırdı. Deməli, müxtəlif sözlərin birləşməsi. Kəklik otu. Bu da bura gedəcək. Birə bayram axşamında aş süzəndə plov qalaqlanır, şamlar yanırdı. Ağaçdan süzən, bu da oldu, müxtəlif mənalı isimlərin yaranmasından və müxtəlif mənalı sözlərin isim neymiş? Müxtəlif mənalı sözlərin aşla süzəndən yaranmış sözün köməklə. Oldu 1-ə D, Y, 2-yə A. Gəldik ismin digər bölməsi olan isimlərin yazılışı və tələffüz hissəsinə. Deməli, burada nə deyir? Birincisi isə deyir ki, bu sözlərdən birinə saitlə başlanan hal şəkilçisi artırdıqda söz kökündəki son heyecanın saiti düşmür. Deməli, bizim isimlər var ki, 2 yerə bölünür. Milli və alınma sözlər. Milli sözlər adətən bədən üzvləri ilə bağlı olan sözlərdir. Hansı idi? Burun, alın, ağız, beyin, qoyun, çiyin, qoyun və yaxud alınma sözlərdən də var idi ki, oğul və qayın sözləri. Bunlar mənsubiyyətə görə dəyişəndə qapalı sait düşürdü, halda düşmürdü. Amma alınma sözlər də var idi ki, hansı idi? Ətir idi, fətir idi, sətir idi, cisim idi, isim idi. Bunlarda isə sinif idi. Bunlarda isə həm halda, həm də mənsubiyyətdə, yəni istənilən saitlə başlanan şəkilçi artırdıqda sonundakı qapalı sait düşürdü. Məndən istəyir ki,
Hal şəkilçisi artırıqda son söz kökündəki son heca sait düşməsin. Yəni, milli sözlərdən deməli söhbət gedirmiş. Fikir alınma sözdür. Həm hal, həm mənsubiyyətdə düşür. Sinif də həmçinin, cisim də həmçinin, ömür də alınmadır. Həm mənsubiyyət, həm hal şəkilçisi qəbul edəndə. Sonuncu bax, bu qapalı saitlər düşür. Amma burunda isə, yadınızda saxlayın, hallananda burun milli sözdür, düşmə prosesi baş vermir. Məsələn, burunun, burunun, buruna, burunu, burunda, burundan. Mənsubiyyətə görə dəyişəndə isə avtomatik düşmə prosesi baş verir. Məsələn, mənim burnum. Buradakı qapalı sait düşdü. Sonra, nümunələrdən birində hal şəkilçisi yox, yalnız mənsubiyyət şəkilçisi artırdıqda söz kökündəki son hecadakı qapalı sait düşür, yeni milli sözlərdən söhbət gedir. Zehin alınmadır, ətir alınmadır, cisim, sətir həmçinin alınmadır, beyin isə milli sözdür və mənsubiyyətdə düşmə prosesi baş verir və halda düşmür. Nümunələrdən birində hal şəkilçisi yox, yalnız mənsubiyyət şəkilçisi artırdıqda sözün kökündə son hecadakı qapalı sait düşür, yenə həmçinin milli sözdən söhbət gedir, o da tiyin sözüdür, digərləri isə alınma sözlərdir. İsimlərdən birinə saitlə başlanan şəkilçi artırdıqda ikinci hecadakı sait düşmür. Deməli, nədir? İkinci hecadakı sait düşmür sözün şərtini veribsə bizə, isimlərin birində saitlə başlanan şəkilçi artırdıqda ikinci hecadakı sait düşmür. Bu olacaq fəslin, həm hallananda, həm mənsubiyyətdə düşür. Ətir, səbir, ömür, bunlar alınmadı. Burada hal həm də mənsubiyyətdə düşür. Amma şərikdir, sonra noğuldu, nağıldı, taxıldı. Bunlarda nə halda, nə də mənsubiyyətdə düşmə prosesi baş vermir olduğu B variantı. 5-də nə deyir? Deyir, isimlərdən birinə saitlə başlanan şəkilçi artırdıqda ikinci hecadakı sait düşmür. Elə bayaq dediyim ki, noğul, nağıl, taxıl, şərik elə olacaq D variantı. Sonra, sözlərdən birinə saitlə başlanan şəkilçi artırdıqda ikinci hecadakı sait düşmür. Yenə bu, bayaq təkrarladığım qaydadan söhbət gedir. Taxıl, paxıl, nağıl, noğul oldu C variantı. Bu sözlərdən birinə saitlə başlanan hal şəkilçisi artırdıqda söz kökündə son hecadakı sait düşmür. Hal şəkilçisi, bu milli sözlərdən əlbəttə söhbət gedəcək. Bu da olacaq çiyin, digərləri alınmadır, hər ikisində düşür. Sonra, cümlələrin birində xüsusi isimlərin yazdışında səhvə yol verilib. Səhvə yol verilmişdir. Ədəbiyyatımızda Füzuli ilə Füzuli bir məktəb yaratmışdı. Ədəbiyyatımızda Füzuli bu doğrudur, xüsusi isimdə heç bir fərq yoxdur, da heç səhv yoxdur. Arazam, kürə bəndəm. Bülbüləm, gülə bəndəm. Burada da heç bir şey yoxdur. Məsələn, araz, kül, kür, düzgün yazılıb. Badamlı isti mineral suları insan üçün çox faydalıdır. Bu da doğrudur. Bu da doğrudur, bu da doğru, bu da doğru. Deməli, elm təsdiq edir ki, yer günəş ətrafında fırlanır. Elm təsdiq edir ki, yer günəş ətrafında fırlanır. Bu doğrudur, yerdə, günəşdə planet olduğuna görə xüsusi isim sayılır. Düzdür. Sonra, bir atı var, alpaça. Aman verməz, qırat qaça. Alpaça, böyüklə yazı. Qırat da həmçinin böyüklə yazı. Koroğlunun atlarıdır. Bir at var, alpaça. Bir atı var, alpaça. Aman verməz, qırat qaça. Qıratla dürat Koroğlunun atıdır. Deməli, oldu nə? Alpaça ilə qırat. Y variantı. Cümlələrin birində oğul isminin kökündəki U hərfi düşməməlidir. Düşməməlidir. Deməli, nə etmək lazımdır? Bu mənsubiyyətə görə dəyişəndə düşür, hal şəkilçisi qəbul edəndə düşməli deyil. Deməli, mən hal şəkilçisi qəbul etmiş söz axtarmalıyam ki, oğul sözünü. Orada düşmə prosesi baş verməsin. Oğlun yaman dəcəldir. Yəni, sənin oğlun burada avtomatik düşməlidir. Çünki mənsubiyyətə görə dəyişib. Mənim oğlum burada düzdür. Düşmə prosesi baş verib. Oğlun yaxşısı baş ucalığıdır. Desəm ki, sənin oğlun yaxşısı baş ucalığıdır,
düşmə prosesi baş verməyəcək. Çünki oğlun yaxşısı üçüncü növ təyini söz birləşməsidir. Üçüncü növ təyini söz birləşməsinin də aslı tərəfində mütləq müəyyən bildirən yəli çap olmalıdır. Bu da burada usunu səhv olaraq itirilib. Oldu C variantı. Sonra cümlələrin birində ağıl isminin kökündəki I hərfi düşməməlidir. Ağıl. Ağıl da milli söz olduğuna görə I hərfi ismin kökündəki I hərfi düşməməlidir. I hərfi düşməməlidir. Deməli mən burada nəyi axtarmalıyam? Hal şəkilçisi qəbul etmiş ağıl sözünü. Deməli bu işdən ağlım bir şey kəsmir. Mənim ağlım bu mənsubiyyətə görə dəyişib deyən düşübməsi düzgündür. Ağlınız bizi heyran etmişdir. Yəni sizin ağlınız bu da mənsubiyyətə görə dəyişib. Ağlı, kamalı başında idi. Onun ağlı, onun kamalı. Bu da doğrudur. Ağlım kəsəndən onu həmişə belə görmüşəm. Mənim ağlım, bu da doğrudur. İnsan hər bir işdə ağlı özünə yardımcı seçilməlidir. İnsan hər bir işdə ağlı özünə yardımcı seçməlidir. Ağlı buradakı işdə ağılı olmalıydı burada. Çünki təsiri halın şəkilçisi təsirliyə görə dəyişib. Ağlı özünə yardımcı seçməli idi. Sonra hallanarkən sözlərdən hansında bitişdirici samitlərdən istifadə olunur? Kitab, kitabını. Birbaşa sözün kökünə qoşuldu. Elə saitlə başlanan şəkilçi. Adətən bitişdirici samitlərdən harda istifadə edilir? Bitişdirici samit Y-N-S. Sözün kökü saitlə bitəndə, saitlə başlanan şəkilçi əlavə olunanda bitişdirmə funksiyası yerinə yetirir. Bu da samitlə bitibdə, yəni samitlə bitən sözə rahatçılıqla saitlə başlanan istənilən şəkilçini artıra bilərəm. Dərəyə. Dərəyə. Çünki saitlə bitib, mütləq iki saiti birləşdirmək üçün bitişdirici samitdən istifadə edəcəm. Sonra portret, portretin. Sonra alma, almaya. Meşəyə. Sonra çinara. Sonra qayaya. Günəşə. Hansı oldu? 2, 4, 5, 7. B variantı. Hansı sözdə ancaq mənsubiyyət şəkilçisi artırdıqda son hecəyə sait düşür, milli sözdən söhbət gedər də, yəni millələrdən söhbət gedə bilər. Oğul milli söz olmasa da gəlib milli sözlərin daxilində iştirak edir. Bu prosesin içində olduğuna görə oğuldur, qayındır. Hansı cərgədəki isimlərin hamısına saitlə başlanan hər cür şəkilçi artırdıqda, yəni hal və mənsubiyyət fərqi yoxdur. İkinci hecədəki sait düşür. Bu milli alınma sözlərdən söhbət gedir. Burada boyun pozur, qoyun pozur. Burada oğul pozur. Sonra fikir, səbir, ağız pozur. Sonra burada alın pozur. Oldu D variantı. Fəsil, ətir, ömür, sinif, fikir. Sonra sonu A-ə saitlərlə bitən isimlərə hansı halda həmin saitlər qapalı saitlər kimi tələffüz olunur? Məsələn, tutarım nə olacaq? Nə-nə-yə. Necə olacaq? Nəniyə. Deməli, nə oldu? Yönlük hal şəkilçisini qəbul edəndə avtomatik nənəyə, babaya, babıya, nəniyə olacaq necə? Nəniyə. Şəkilçidə dəyişmə baş vermir. Sözün tərkibindəki açıq saitdə dəyişmə baş verir. Oldu, yönlük hal şəkilçisi qəbul etdikdə. Çünki yönlük halın şəkilçisidir. Cümlələrin birində oğul isminin kökündəki U hərfi düşməməlidir. Deməli, nə olmalıdır? Hal şəkilçisi qəbul etmişi axtarmalıyam. Mənim oğlum bu doğrudur. Oğlun yaman dəcəldir, sənin oğlun düzdür. Oğlumuz şükür ağıllanıb. Oğlumuz şükür ağıllanıb. Deməli, bu da bizim oğlumuz, bu da doğrudur. Oğlun pisi yaxşısı olmur. Oğlun pisi yaxşısı olmur. Sənin oğlun pisi yaxşısı deyə bilmirəm. Oldu nə? D variantı. Onun oğlu da elə mənsubiyyət şəkilçisi qəbul edib deyən düşmə prosesi baş verib düzgündür.
Saitlə başlanan şəkilçi artırıldıqda son saiti düşən iki hecalı sözlər cərgəsini müəyyənə. Saitlə başlanan şəkilçi. Deməli, bu istənilən şəkilçidən söhbət gedir. Bu mənsubiyyət də ola bilər, hal da ola bilər. Deməli, nə olacaq? Alınma sözləri mən axtarmalıyam. Elə nəsil, fəsil, ətir. Baxdıq 17-ci suala. 17-ci sualda nə deyir? Deyir ki, sonu eyni cinsli qoşa samitlə bitən sözlər hallandıqda ismin hansı hallarında səs düşümü baş verir? Məsələn, tutalım, yazaq belə, bir söz yazaq, sədi, səd. Mən ona yerli halın şəkilçisini artırsam, səddə və yaxud səddən avtomatik nə baş verəcək? D-nın biri düşməlidir. 3 dənə D yan-yana gələ bilməz ki. Oldu nəyi variantı. Sözlərdən birinə saitlə başlanan şəkilçi artırdıqda ikinci hecadakı sait düşmür. İkinci hecadakı sait düşmür. Sözləri birinə saitlə başlanan, deməli nağıl, noğul, taxıl sözlərindən elə biriymiş. Oldu nə? A variantı. 19-da isimlərin birinə saitlə başlanan şəkilçi artırdıqda ikinci hecadakı sait düşmür. İkinci hecadakı sait düşmür. Saitlə başlanan şəkilçi səbir, ömür, fikir şəkildə düşür. İstənilən bir saitlə başlanan şəkilçi üfüqdə düşmür. Sonra hansı sözlərə hal yox, ancaq mənsubiyyət şəkilçi artırdıqda ikinci hecadakı sait düşür. Bu da hansı sözlər olacaq? Əlbəttə ki, milli sözlərdən söhbət gedəcək. Oyun, alın, səbir alınmadır, fərqi yoxdur. Burada həm hal, həm mənsubiyyətdə düşür. Beyin, sonra ətir alınmadır, həm halda, həm mənsubiyyətdə düşür. Abır həmçinin. Sonra burun, bir də oğul, oldu nə? 1, 2, 4, 7 və 8-dir. Üstündə hansı rəqəm yazılmış sözlərdə hal yox, ancaq mənsubiyyət şəkilçisi qəbul edərkən ikinci hecadakı sait səs düşür, milli sözlərdən söhbət gedir. Deməli, isimdə fərqi yoxdur, hər ikisində düşür. Ağız, sonra çiyin, şəkildə alınmadır, nəsil alınmadır, bir də beyin, səbir, ömür, qəbir bunlar alınmadır. Oldu nə? 2, 3, 6 D variantı. Hansı cərgədəki sözlərin hamısında sözün kökünə saitlə başlayan hal və mənsubiyyət şəkilçisi artırdıqda kökündəki son sait düşür. Bu da alınma sözlərdən söhbət gedir. Alınma sözlərdən söhbət gedirsə, beyin millidir, boyun millidir, ağıl, oğul da olmaz, oğul, ağıl, alın olmaz, oldu A variantı. Hansı misrada bir söz kökündəki saitini itirmişdir? Niyə? Saitini itirmişdir. Niyə? Baxaq da niyə? 3 aylıq qonaqdır bahar bizlərə. Gəl belə boynunu bükmə bənövşə. Hər səhər qəmlənib yaşıl düzlərə, gözünün yaşını tökmə bənövşə. Demək, hansı misrada bir sözün kökündə sait düşmüşdür, itmişdir. Niyə? 3 aylıq qonaqdır bahar bizlərə, gəl belə boynunu bükmə bənövşə. Deməli, boynunu sözüdür. Niyə düşüb? Boynunu bükmə. Milli sözdür. Milli sözlərdə mənsubiyyətdə düşür. Boyundan boynunu. Oldu nə? Boynunu mənsubiyyət şəkilçisidir, bir də bir dənə təsiri halın şəkilçisidir. Oldu nə? İkinci misrada və mənsubiyyət şəkilçisi qəbul etmişdir. Hansı cümlələrdə beyin sözünün kökündə i saiti yazılmamalıdır? Yazılmamalıdır. Mənsubiyyətə görə dəyişibsə yazılmamalıdır. Düşmə prosesi baş verməlidir. Beynin möcüzələri 3-cü nöqtəyinin söz birləşməsidir. 3-cü nöqtəyinin söz birləşməsidir. 3-cü nöqtəyinin söz birləşməsidirsə, 3-cü nöqtəyinin söz birləşməsinin aslı tərəfində mütləq yiyəlik hal olmalıdır. Müəyyən bildirən yiyəlik hal. Bu yiyəliyə görə dəyişib deyən düşmə prosesi baş verməyəcək. Beynin yaxşı işləyir. İ saiti, yəni sənin beynin, buradakı i artıqdandır, 2. Beyinləri çox inkişaf edib, onların beyinləri çox inkişaf edib, burada düşmə prosesi baş verməli deyil. Bunları beynindən çıxara bilmirəm. Beynimdən. Bunları beynimdən.
mənim beynim. Burada da bu düşmə prosesi baş verməlidir, çünki mənsubiyyətə görə dəyişib. Oldu nə? 2-4 Y variantı. 25-ci testdə nə deyir? Deyir ki, tələffüz formasında verilmiş hansı sözü yalnız çıxışlı hal şəkilçili söz kimi düşünmək olmaz. Deyir ki, yadınızda saxlayın. Bax, çıxışlı halın şəkilçisi dan dəndə. Buradan silək, buradan göstərim. Bu dan dən şəkilçisi nan, nən kimi də tələffüz olunur. Bu lalə qoşma şəkilçisi var, qoşmanın ilənin qısaldılmışı lalə. O da nan, nən kimi tələffüz olunur. İndi baxaq gələk. Vüqar İlhamdan 2 yaş böyükdür. İlhamla 2 yaş böyükdür deyə bilmirəm. Bu yalnız çıxışlı hal şəkilçisidir. Dostumdan kitab aldım. Bir də deyirəm ki, dostumla kitab aldım. O da dostumla kimi də tələffüz oluna bilər. Elə B variantıdır. Qardaşımdan ötürü canımı verərəm, qardaşımla canımı verərəm olmaz. Yer üzərində insandan ali varlıq yoxdur. Yer üzərində insanla ali varlıq deyə bilmirəm. Mən Vüqarın qolundan tutdum, mən Vüqarla qolundan tutdum. Vüqarın qolunla tutdum olmaz. Deyəm, yalnız mənsubiyyət şəkilçisi qəbul edərkən saiti düşən sözlərin işləndiyi cümləni müəyyənləşsin. Milli sözlərdən söhbət gedir. Elə birbaşa baxıram, fikrim silirəm, bu uyğun gəlmir. Bir saitdən ibarət heyecanı yeni sətrə keçirmək olmaz. Burada heç bir yoxdur, sətir pozur. Sıra. Xəfif külək əsdiyindən əli pencəyinin çiyninə saldı. Biri budur. Bahar fəsli gələndə hər tərəf yaşıl dona geyinir. Fəsli bu artıq alınma sözdür. Burada hər ikisində həm hal, həm mənsubiyyətdə şəkilçi düşür. Bu da getdi. Şah qəzəbindən onun boynunu vurdurmaq istəyirdi. Bir də budur. Oldu nə? 3 və 4. Sonra gəldik. Zehin sözünə əsasən cədvəldəki düzgün fikirləri müəyyən edin. Təsiri halda isimdir. Zehin alınma sözdür. Alınma sözdə olanda həm hal, həm mənsubiyyətdə düşür. Bunun üçün fərqi yoxdur. Təsiri halda olan isimdirsə, adlı halda olan isimdirsə. Gəldik. İkinci heyzadakı sait düşmür. Əksinə düşür. Həm hal, həm mənsubiyyətdə. 2 hecalıdır. Cümlədə xəbərin ifadə vasitəsi ola bilməz. 2 hecalıdır. Təsiri hal. Biz bilirik ki, təsiri hal ismin 6 halından olan təsiri hal heç və xəbər ola bilməz. Xəbər vəzifəsində olmur. Ona görə bunu götürürük. Sonra mübtədanın ifadə vasitəsi isimdirsə, mübtədanın ifadə vasitəsi kimi çıxış edə bilər. Adlı halda olan isimdirsə, bəli. Sonra yerik halda olan isimdən ayrı işlənə bilməz. Nə işlənə bilmir ki? Oldu nə? 2 və 3. Demək, izahımız bitdi. O bir izahlarda qalsın. İsmin mənsubiyyətə görə dəyişməsi, ismin hallanması, ismin morfoloji xüsusiyyəti qalsın digər video izahlarda. Bir baxım görüm, nəsə unudaram birdən, gözümdən qaçar. Ola bilər izah əsnasında mexaniki səhvə falan yol verirəm. Şərh bölməsində yazarsınız, düzəliş eləyərəm. De belə, siz sağ, mən salamat, Allahın amanında olun. Digər izahlarda görüşənədək.